Burada Pirpilə gülü deyirlər bizim kənddə. Kürtlər sağda oynayır. Bu da kağladı. Bir tumurçuk koyup buradan da gül açacak. Bu gülü. Tumurcuğu da gösterebildim size. Bunu alanda pazardan almıştım bunu. Bu badımcan renkte açırdı diye bu renkte. Tünd. İndi necə açır? Açanda çəkərəm. Qıraqları ağ, içində bir balaca tünd renk belə bu rengi. Burada aşılandı. Elə bil ki başqa cür renk oldu. Bir gül üstündə almışdım bir dənə, tək bir dənə. Bu da idi belə. Gül satan arvad. Baha deyirdi, dedim qabuğu istəmirəm, belə qara qabı idi. 1 manat qaba çıxdı. Paketə qoydu, verdi. Bir dənə balaca belə budağı idi, belə qara qabı idi. Qabını qaytardım, verdim. Şimdi doludu buralar qabını. Mən gül sevirəm, qabları yox. Bu da Pirpilə görün nə qədər açıb bir qab. Üstündə nə qədər çiçeği var. Maşallah, maşallah. Bu da başqa sort Pirpilə gülüm deyil. Belə açır bu. Qırmızı. Bu boyu hündür olur. Bunun boyu kısa olur. Bak bunda yarpaq da görsəndir. Nə qədər var maşallah. Bunun boyu uzun olacaq. Sizə kəpənək gülümü də göstərim. Görün, qab görsənmir. Ne boyutdan olub maşallah, maşallah. Kəpənək gülüm gül açıbdır. Bu da sarı çiçəkdir. Sarı çiçəyim. Kəpənək gülüm. Bu da şirek qulağıdır. Görün nə boyda olub. Bunu balaca bax, bu boyda deyil, lap balaca idi. Keçən qış gətirdim bazarda. Balaca, indi. Birinci əmələ gəlmədi, birinci qışı. İkinci qış nə boyda oldu. Görün, onda gül açmırdı. 3 ildir, 4 ildir başlı. Məndədir, yox gül açmır. Gül açırsa bu bilmirəm. O vaxtı da var idi bu güldən məndə. Keçmişdə, cavanlıqda. Gül açmamışdı. İndi bilmirəm. Bəlkə məndə az qaldı. Bu həyətdə də qalır qışı. Heç nə olmur, donmur. Möhkəm gülüdür. Bu kəpənək gülündən 4 qab var. 3'ü yuxarıdadır. Bizim həyət 2 mərtəbədir. Bura 1-ci mərtəbəsi həyətimizdir. Belə atam barı çəkib, o yuxarı ikinci hissə, həyətin ikinci hissəsi, mərtəbəsi. Keçmişdə belə daşdan, çay daşından çəkirdilər. İndi qulduqdan. Atam ustaydı. Bütün kətdəki evləri elə o tikib. Bu da qızıl güllərimdir. Biri solurlar, qutarırlar. Oradaki güllərim də lilyadır, qaranfillərdir. Bu yenə bayaqki güldəndir. Türklər buna nə deyildi, yadımdan çıxdı. Bizdə kalo deyirlər məncə. Bilmirəm mən bunun adını Azərbaycanca.
Bilen varsa mənə desin. Yazsın. Bunun adı. Yok. Bu keçen evi yok. O değil. Çöçüttüm bunu. Kaba. Balaca bir şeydi. 2 yıldır gül açır. Buna bakın ne güzel gül açır. Birinci açan solub. Solub. Hə, türklər atlas gülü deyir. Mamamda o vaxtı var idi. Mənim balaca olanda bu güldə. Biz alo deyirdik. Şimdi alo başka gülə deyirlər. Mamam da gül severdi rəhmətli. Çok severdi. Elə ondan mənə də keçib mamamın. Bir də qərənfil də rəhbərək. 3 tane rəh var burada. Bu başka rəh değil. Bu başka rəhdir. Bir kapta. Bu da başka rəhdir. Bu da Lilya'da. Güllərin qoxusu da gözəldir. Bunlar həyət gülüdür. Mən həyətdə əkə bilmirəm də. Toyuqlar qoymuş. 1-2 dənə toyuq var, mərdinazar da var. İndi salmışam hindədilər. 1-2 dənə çiyələk var. Açan kimi yücürürlər çiyələyi. Qoymurlar ki biz də yeyək. 2-3 gündür salmışam hinə. Hiç çıxartmıram. Orada dənin suyunu verirəm. Bu da kavadır, ağ kava. Rozalar, qızıl güllər. Kırmızı qərənfilim. Hamısı açıq bir şey. Belə. Bu da qərənfilin başqa sortudur. Bu başqa cür qərənfildir, bu başqa cür. Bu da ağac gülüdür, bunu yerdən çıxmışım. Kalabalıkla da açmış. Bu da o gibi açır. Çəhləri. Bu gözəlimizdir, rəhdə açır. Bu da var burada. O birinci göstərən pilpilədir. 2 qapdı bunun. Bu da budur. Xırda açır. Belə. Bu dəmir qablarda güllər yaxşı qalır. O plasmas alan qabları mən əkirəm, mənə dinəməyin. O çürüyür mənim güllərim, xarab olur. Almışam, nə qədər evdə var. O gün oturup hesablayıram, 25 manat satın, elə bu il mən gül qabına pul vermişəm. Hərəsindən 5-in, 6-in almışam deyə durur. Əkirəm, xarab olur güllər onun içində. Bilmirəm niyə aldım onları mən. Şimdi çoxlu dəliklər açmışam ama mismarı qoyuram qazın üstə. Sinir. Açıram dəlikləri. Buradan açır gözəlim. Bundan çoxdur məndə bu güldən. Bu da bax, böyük kirpilədir. Bu rəngdə açır, hələ düymədir. Bu dolu düymədir. Açıqlıq. Belə. Qərənfillər, gözəllər. Gözəllərim, qərənfillərim.